Değerli dostlar, hər birinizi xoş gördük. 8-ci mikrorayon Bakı şəhərinin mikrorayonları içərisində ən gözəli, ən prestijlisi və ən baxımlısıdır. Yəqin ki, mənimlə çoxlarınız razı olarsınız. Mikrorayonda metronun tam yaxınlığında Dövlət Baytarlıq İnstitutu, indiki Qida Təhlükəsizliyi İnstitutunun yaxınlığında yeni bir mənzilimiz satışa çıxdı. Köhnə tikili binadadır. Belə yaşıllıqlarla dolu həyəti bacası var. Mənzilimiz Azadlıq Prospekti metro stansiyasına yaxınlıqda yerləşir. Təmirli şəraitli bir mənzildir. Həm şəxsi yaşayış üçün, həm alıb kirayə vermək üçün ideal bir təklifdir. Keçək indi mənzilin yaşayış sahəsi ilə tanış olaq. Dəyərli izləyicilər, biz hal-hazırda mənzilin yaşayış sahəsindəyik. Mənzilimiz 3 otaqdan ibarətdir. Qeyd edim ki, köhnə tikili binada yerləşsə də çox müasir, çox zövqlü, çox belə deyim sizə sadə, amma baxımlı bir şəkildə təmir olunubdur. Şəxsi yaşayış üçün ev sahibi özü təmir edib. İndiyə qədər mənzil kirayə verilməyibdir. Mərkəzi yola çox yaxındır. Süleyman Sani Axundov küçəsində yerləşir. Mikrorayonun ən gözəl yeridir, sakit məhəllədir. Sizə az öncə həyətyanı sahəni təqdim etdim. Yaşıllıqlarla dolu həyəti bacası var. Avtomobil parkinqi üçün geniş bir şərait var. Mərkəzi yola, avtobus xətlərinə və ən əsas məqamlardan biri metroya çox yaxındır. Gördüyünüz bütün əşyalarla birlikdə satılır. Evdən sadəcə mənzil sahibinin 1-2 şəxsi əşyası çıxacaq. Qalan nə görürsünüzsə, hər şey mənzildə qalır. Şəxsi yaşayış üçün və alıb kirayə vermək üçün çox ideal təklifdir. Keçək mənzilin dəhliz hissəsinə. Çöldən giriş qapısı yerləşir burada. İçəri daxil olarkən burada divar boyu belə bir qardirob şkafı yığılıbdır. Bugünkü gündə mənzilin qətiyyən təmirə ehtiyacı yoxdur. İstilik sistemi kombidir. Buradan keçirən mənzilin mətbəx hissəsinə. 1985-ci ilin binasıdır. Yəni köhnə tikili binalar içərisində ili daha təzədir. Divar boyu belə bir mətbəx mebeli quraşdırılıb. Sənədləri qaydasındadır. Sənəd kupçadır. Kupça əldədir. Alqı-satqıya tam hazır qaydadadır. Gördüyünüz kimi mətbəximiz də normal şəkildə genişdir. Hətta mətbəxdə əyləşmək üçün geniş yer də var. Buradan keçirik mənzilin belə bir xırda eyvanına. Burada çamaşırxana qoyulub, istilik sistemi kombi quraşdırılıb. Artıq əşyalar yığa biləcəyiniz dolap yığılıbdır. Sanitar qovşaqla hamam otağımız birlikdədir və aksesuarlarla təchiz olunub. Mənzilin 1 manat xərcə ehtiyacı yoxdur. Tam içi dolu vəziyyətdə satılır. Şəxsi səbəblərdən dolayı satılır. Mənzil sahibi daha geniş mənzil alacaq inşallah. Onunla bağlı real satışdır. Real alıcıya da qiymətdə güzəşt olunacaq. Qiyməti videonun açıqlama hissəsində bildirəcəm sizlərə. Və buradan keçirəm mənzilin uşaq yataq otağına. Uşaq otağının ölçüsü də genişdir. Qeyd edim ki, mənzildə artırma işi görülüb, amma artırma elə görülüb ki, divarların istər möhkəmliyi olsun, istər təmiri, istər şəraiti, hər şey yüksək səviyyədədir və tam hazır gir-yaşa vəziyyətdədir. Buradan da keçirik mənzilin valideyn yataq otağına. İndi sizlərə o otağı təqdim edirəm. Və burada da yerləşir mənzilin digər otağı. Gördüyünüz kimi bu otaq da səliqəlidir. Girişdə ölçüyə uyğun belə bir qardirob şkafı yığılıb. Mənzillə bağlı hər hansı sualınız olarsa qeyd olunan nömrə ilə əlaqə saxlayın. Qiyməti videonun açıqlama hissəsində bildirəcəm. Bu günə bu qədər. Diqqətiniz üçün təşəkkür edirəm.